Venetsiyada olmaq istəyən var aranızda? Gözü tox adamlara eşq olsun. Parijdə olmaq istəyən varmı? Kim Ferrari sürmək istəyir? Qırmızı rəng, yox, zoğal rəngdə. Kim Ferrari sürmək istəyir? Bahalı bir maşın, çox bahalı. Kim sürmək istəyir? Yaxşı. Mənim pulum çox az olur həmişə. Özündən asılı deyil. Düşünün ki, Eyfel qülləsində deyilənə görə bir restoran var. Çox bahalı restorandır. Orada grill verirlər. Grillin qiyməti 350 evrodur. Kim o restoranda oturmaq istəyər? Bəs Mingəçevirdə Kürün qırağında kim gəzmək istəyər? Venetsiyada olan lotkadan daha yaxşı lotkadır. Söz verirəm. Mingəçevir. Yevlaxda Kürün qırağını gözəl düzəldiblər. Ciddi deyirəm sizə. Yox? İndi çox ciddi bir sual verəcəm. Xahiş edirəm. Əlinizi vicdanınıza qoyun və çox qəliz bir suala cavab verin. Niyə? Biz niyə Venetsiyada olmaq istəyirik? Biz niyə Parijdə Eyfel qülləsinin yanında olmaq istəyirik? Biz niyə görə çox bahalı restoranda və ya Ferrari ilə o restoranın qabağında düşməliyik? Niyə? Düşünməyin. Çünki tapmaq çox çətindir. Mənim 33 yaşım var. Burada otura-otura hesapladım. Akaz və Mıçqa həyatımın 1/3-ni brand və ya branding fəaliyyətinin öyrənilməsinə həsr etmişəm. Hətta deyilənə görə, onu mən kitab olaraq hesab etmirəm, bir dənə kitabda yazmışam. Və mən sizə bir təəccüblü bir söz deyim. O kitab Azərbaycanda ən çox oxunan biznes kitabdır. Sevinirəm. Branding fəaliyyətinə istər akademik, istər biznes tərəfdən yanaşıram. Özümün şəxsi bizneslərimdə qurduğum brendlər, çalışdığım şirkətlərdə qurduğum brendlər və yaxud akademik tərəf, elmlər doktoru istiqamətində brandingdə mövzu götürmüşəm. Və mən bir şeydən əmin olmuşam. Mən çox düşündüm ki, o niyələrin səbəbini sizə demək üçün 3 faktordan istifadə edəyəm. Amma inanırsınız, heç birini tapa bilmədim. Cəmi cümlətəni bir səbəb tapdım. Niyə biz, niyə siz, niyə onlar Eyfel qülləsində şəkil çəkdirmək istəyir? Niyə biz, niyə siz, niyə onlar çox gözəl bir restoranda yemək yemək istəyir? Bilirsiniz niyə? Çünki biz istənilən addımı ətrafdakılar üçün edirik. Çünki Eyfel qülləsində olmağın səbəbi odur ki, orada gözəl şəkil çəkdirib Facebook səhifəsinə qoyaq. Çünki bahalı restorana biz ona görə grill kimə lazımdır, 4 manatdır qiyməti. Biz ona görə gedirik ki, orada check-in eləyək. Bilirsiniz də belə bir şey də. Mən, Allah sizə də qismət eləsin, olanların da Allah canını sağ eləsin. Mənim 2 dənə övladım var. Birinin 6 yaşı var, birinin 3 yaşı var. Mən bugün evdən çıxanda bizim evdə bir drama yaşandı. Onlar dedilər, qızım rus dillidir, oğlum Azərbaycan dilli. Orta dildə danışırıq. Ata, bugün bazar günüdür. Bilirəm, bazar günüdür. Ata, sən işə gedirsən? İşə gedirəm. Axı sən bizə söz vermişdin. Siz elə bilirsiniz, mən burada niyə danışıram? Sizcə niyə? Çünki, heç kimə deməyin ha. Mən burada ona görə danışıram ki, tədbirdən sonra, biz burada bir ilki addım atacağıq, hamımız birlikdə. Onu axırda sizə deyəcəm. Tədbirdən sonra mən ümid eləyirəm ki, YouTube-da bunu qoyacaqlar. Mən də belə-belə də, belə qəşəng kostyumzad geymişəm axı, görürsünüz. Əslində qalsa heç kim TEDx'də belə geymir, öz aramızda qalsın, prosta üz vurmayın da. Yəni mən bugün hazırlaşmışam, kalstuk. Bilirsiniz,
Əl çalmayın, özümüzük. Burada heç kim yoxdur ki. Bilirsiniz niyə belə geymişəm? Qəşəng görünüm. Özümə göstərmək istəyirəm axı. Kostyum da təzədir. Bəs dünya hara gedir? Mənim bir yaxın dostum var. Yox, yaxın dostum deyil. Özümü elə göstərirəm ki, ondan yaxın dostum. Onun toyu olmuşdu. Allah hamıya qismət eləsin. Siz inanırsınız, toy Facebook üçün idi. Toqqa, ayaqqabılar, gəlin maşını. Siz elə düşünməyin, bu tək Azərbaycanda belədir. Mənim dediklərim əminliklə hesab edirəm ki, bütün dünya üçün keçərlidir. Mənim xarici bir dostum var. O öz toyunu düzdür, onun toyuna pul yazdırmırlar. Ancaq buna baxmayaraq, o öz toyunu maksimum Instagramda gözəl görünsün deyə addımlar atır. Hətta biz bəzən toyu da həyatımızın ən gözəl, həyatımızda bir gün olan günü belə ətrafdakını üçün eləyirik. Və bu zamananın, bu dövrün, bu istiqamətin, bu tərəflərin bir adı var. 11 yox, 1. Bilirsiniz nədir o? İndi brendizm əslidir. İndi özünü göstərmək zamanasıdır. Necə bir vaxtlar daş dövrü var idi, indi də özünü göstərmək dövrü var. Qorxmayın, biz hamımız bu dövrün müasirləriyik. Xoşbəxt olmaq lazımdır. Bir yolla da razısınız məndən çalışmaq lazımdır. Mən mühazirə dediyim ali məktəblərdə nəyi hiss edirəm? Gənclər, bizim gələcəyimiz, sizin gələcəyiniz, aktiv şəkildə fərqlənmə istiqamətində gedirlər. Mənim yadıma gəlir, keçmiş zamanlarda, yəni 2-3 il bundan əvvəl, bizim evdə həmişə belə bir söhbət gəzirdi. Hətta mənim anam həmişə bunu deyirdi. Deyirdi ki, bizim sandıqda paltarlar olurdu. Düşünün, uşağın ta ki 5 yaşı var, valideyn deyirdi ki, gözəl bir paltar görürdü, bu paltarı bu 12 yaşında geyinə bilər. Alırdı. Alıb sandığa qoyurdu. 12 yaşında da belə çıxardırdı, uşaq da belə geyinirdi paltarı, qəşəng, məktəbə gedirdi, hamı da buna belə baxırdı. Ancaq indiki zamananı düşünün. Bugün mənim sizlə danışdığım söhbət sabah aktual deyil. Bugün mənim geyindiyim paltar sabah aktual deyil. Bugün olan trend, bir vaxtlar kök rəng trendi idi. Bugün bardov rəng. Moda o qədər təzələnir, o qədər tezləşir. Adam heç nəyə çatdıra bilmir. Və bu günlərin bu istiqamət fərqlənməyə doğru gedir. Biz hamımız fərqlənmək istəyirik. Sizə əmin eləyirəm, bir vaxtlar var idi, elə Azərbaycanın özündə də hamı qara kutka geyinirdi. Görmüş olardınız, ha? Bugün o dövran gedibdir. Hamı rəngli geyinir. Hamı fərqlənmək istəyir. Və sizcə fərqlənməyin driveri, hərəkətə gətirəcək nüans nədir? Niyə biz fərqlənirik? Niyə biz fərqlənmək istəyirik? Niyə? Çünki müasir dövr sosial şəbəkələri elə bir səviyyəyə gətiribdir ki, bugün hardasa etdiyimiz bir yenilik sabah hamı tərəfindən bilinir. Artıq kiməsə oxşamaq yox, özün olmaq dövrüdür. Və bizneslərə fikir verin. Bayaq Apple-dan danışdılar, dünən başqa bir. Bütün o bizneslərin kökündə bilirsiniz nə durur? Əzizlərim, fərqlənmək durur. Əgər biz fərqlənməsək, əgər biz müxtəlif cürə olmasaq, biz heç bir uğur qazana bilməyəcəyik. Fərqlənmək, yenə fərqlənmək. Fərqlənmək demişkən. Mən dedim özümü göstərmək üçün də, indi burada heç kim yoxdur ki özümüzlükdə. Mən indi TEDx formatında dünyada ilk dəfə olaraq, bu balaca qutudan istifadə edib bir ilkə imza atmaq istəyirəm. Mən nə etmək istəyirəm? Mən istəyirəm ki, sizinlə birlikdə selfie çəkdirəm. Ciddi deyirəm. Sonradan bunu Facebooka qoyacağam. Və nə vaxtsa, mən özümü sizə göstərirəm və yaxud özümü kimlərəsə göstərirəm. Biz onun əsasında fayda qazanacağıq. Qətiyyən utanmaq lazım deyil. Qətiyyən bundan çəkinmək lazım deyil. Bugünün zamanası daş dövründən fərqli olaraq Facebookçuluq zamanasıdır. Bugünün zamanası özün üçün yox, başqaları üçün yaşamaq zamanasıdır. Bugünün zamanası fərqlənmək zamanasıdır. Çox xahiş edirəm, ortaya cəmləşəyin və selfie eləyirik.
Mən özümü ilk dəfə də görürəm. Hətta belə, hə? Oo, hamı düşür. Hətta mənim özüm də düşürəm. Siz bilirsiniz də bu TEDx-də ilk dəfə olur. Fərqlənirik axı. No, почти. Facebook'a qoyacağım. Çox sağ olun. Fərqlənmək gözəldir.